Tanış olun, yeni proyektim BMW C30 Plug-in Hybrid. Belə qərara gəldim ki, Amerikadan əzik tap, gətir, bir ay ustada yığ, elə, sonra satanda da deyirlər vini at baxım görüm, istəmədim. Koreyadan bu maşını sifariş vermək üçün Hacı Seymura dedim ki, Hacı Xosrov üçün bir dənə ideal necə 30 istəyirəm. Dedi, mən tapacam. Dedim, amma Hacı, ad günümdür, ad günümə necə çatacaq bu? Dedi, bilmirəm. O bilmirəm nə deməkdir, yəni çatacaq. 18-dən düz 3 gün əvvəl maşın çatdı və həqiqətən çox sevinmişdim bir uşaq kimi. Bilirsiniz də, bu hissləri hamımızla tanışdı. Maşınımız tam polnu komplektasiyadır, 30.000 yürüşə sahibdir. Maşında hətta buferinə qədər rəng yoxdur. Maşın 2022-dir. İndi proyektimiz yeni başladı. Bu yolda Cavid də mənə çox köməklik elədi ki, narahat olma. Cavid, eybi yoxdur, sən hələ mənlə zarafatda elədin ki, yox, əmi, maşın hələ bir 25 gündən sonra çatacaq. Nə olar, mən bunun əvəzini çıxacam səndən, Cavid. Amma Hacı maşını çatdırdı dediyim vaxtda. Və Ağdam Trade olaraq öz şirkətimdən gördüyünüz kimi maşınımı gətirdim. Buradadır. Artıq proyektimiz başladı. İlk növbədə Pro servisdə maşının ximçiskası, polirovkası, keramikası, detallı yuyulması olundu. 98-i də vurmuşuq. Maşınımız hazırdır. Növbəti videolarda inşallah bütün hər şeyi nə işlə görəcək sizlərlə bölüşəcəm. Maşını Ağdam Trade'dən almalısan. Niyə? Çünki bunun kimi qırılan sidenka, qızdırıcı, soyuducu, harman karda səsini, wireless charging, parmaq jesti, ayaq jesti, hamısı hər şey var maşında. Ona görə də maşın tam ideal gəldi, çatdı. Bir də ki, mən öz şirkətimdən maşını almalıyam da, gedib oradan-buradan alası deyirəm ki, sən də gəl yanıma, ideal maşın gətirim sənə üçün.